Herkese salam. Eğlence Toplumun kanalına hoş gəlmisiniz. Bugün de açılışımı elədim. Çünkü bugün Nazlı'nın piknikine gedirik. Yani Nazlıgil'in sınıfının toplam piknikine gedirik. Ve orada eğlenceli günlerimiz olacak. Ham bir şey getirir. Biz de yani almışıq da bayağı bir şeyler. Herkese salam uşaqlar. Hər günlük yazmalar da var. Çok böyle içim çok dardı. İndi gedirik. Eğlenici. Hətta topla götürmüşük ki, voleybol oynayaq. Mən fikirləşmişim onu. Ama topumuz biraz bəşçi yəqin ki, oradan kimsə top falan götürər də ya da alıp götürə bilər. Neyse. Bizim topumuz biraz yumuşaq. Keçin görmüşəm. Hə. 3 nəfər gedirik. Yusif gəlməyib. İstese o da gələ bilərdi. Bizim park yaxında deyə bizə. Biz avtobusla falan gedirik. Elə məktəb tərəfdədir. Onu görüb belə gedirik. İnşallah istesələr gələ bilməzdi. Niyə? Neyse. Nazlı mənə evdə tapşırıb ki, Zeynəb, bax mənim dostlarımın heç birindən oynamayacaqsan. Ne yapsın uşaqlar? Hələ axşam çığırırdı ki, sən gəlmə vapşi, dostlarınla oynayacaqsan. Yəni ki, o dəqiqə yəni düşə bilərik də Nazlı'nın tərəsinə. Mənim voleybolum var. Ona görə bunu götürmüşəm. Hələ içində yəni başqa şeylər də var. Gedirik. Görək indi. Uşaqlar, biz parkımıza çatdıq. Nazlı, nə demək istəyirsən? Ananın eşi çıxır. Dəqiqə istidən yəni yanırıq. İstilər yandı. Arkadaşlarım. Park çok güzeldi. Bu park bizim favori parkımızdı. Ha. Devam neyini hiç bitmedi. Ha, hiç ne. Ama bir söz derdi. Burası şeydi ha. Burası çok güzeldi, neyse. Bakın burada oturup piknik falan etmeye alan var. Yani onu da düşünüblər. Gedirik biz. Uşaqlar Nazlı oturup oynuyor orada. Nazlı, Zeynep artık Zeynep dortladı. Taksi belədir. Dostlar, biz yarışmışıq və yiyecəklərimiz buradadır. Bu arada heç bir reklam değil. Ama söz pulumuzdan yaxşıb almışıq. Burada bizim maraqlı oyunlar oynayacaq, yiyəcək, içəcək, qalanı sizlərə çəkərəm. Günün yarısından hər birinizi salamlayırıq. Deməli, tələsməliz, qaça-qaça gedirik Nazlını götürməyə. Dostlar, gecikmişik. Hətta səhər saat 8-dən durmuşduq. Yine de gecikmişik. Bu haqda fikirlərim nədən olacaq? Çünkü evler yapıştırdı, temizledi. Dərindən bir silib süpür elədik. Biraz da yatdıq. İndi gedirik. Oradan bəlkə voleybola aid bir iki paltar falan alacağam. Heç gedirik görək başımıza nə oyunlar gəlir. Getdik. Hələ gedirik. Az qalıb artıq məktəbə çatmağımıza. Nazlı bizi öldürəcək. Biz gəlmişik deyə. Bilirsiniz, cəmaat evdən gəlib başqa yerlərə gedir. Şu an Nazlıgil sınıfı bu sıradadır. Yəni, hələ ki çıxmayıblar. Oradan yazıq bize baxırdılar. Mənim ustasına ki, hamı çıxıb, biz çıxmamışıq gibi. Geldik çölcəyi bir alana, artıq siz görə biləcəm. Mən adı demirəm, amma ayarlarmışam. Rəziyyətdən iş dəftərim evdə qalmışdı. Mən özüm tək elədim. Dəftərimə yazımda müəlliməm 5 verdi. Sən neçə almısan? Mən də 5.
Aslan. Gedirik mən üçün voleybol paltarlarına baxmağa. Hamıya bir şey aldıq. Nazlı qaldı. Sən çəkmirəm, özün tərəfədir telefon. İndi Nazlı'nın dostunun sabah ad günüdür. Gedək ona hədiyyə alaq görək. Bayaqçı qız var deyə çəkirdim. Baxın onun ad günüdür. Gedək görək onun üçün nə alırıq. Nəsə var fikrində, nələr var məsələn fikrində? Məncə bax, bir şey. Dəqiqəyə bax. Led bağlayaq. Gramları bir manatdır. Rəisin ətini meqamar diyor. Bil ki, Bax, bilə bilərəm. bu bir yerə gəldik. İndi görək nə alırıq burada. Dostlar, bu çox gözəldir. Çox görək nələr alırıq. Bu arada heç bir reklam deyil. Pomada vardı qəşəydi. Cücəki bir taxma deyil xərəm. Araz, nə edirsən sən? Yararlı bir şey aldı, ürəyim. Diyor, oyda. Diyorum, makyaj malzemesi. Yani de pomadası. 9, 10, 11, 12, 13. Bu ikisini alır. Nazlı'nın aldı çünkü ben ne yiyeceğim? Ben ne yiyeceğim? Ona göre de bayağı bir şey aldı. Ben Nazlı'nın niye hediye? Kızın adına niye hediye sesim? Nazlı'nın dostu cibi. Neyse. Qoy özləri seçsinlər, nə seçsinlərsə seçsinlər. İnanıram ki, isə tapamayacaqlar. Bazı uşaqlar. Bazı uşaqlar deyə bayağı şey, məsələn mənim dostum mənə şey almışdı. Labubu almışdı. Dedim de heç almadılar. Bildim sır dəftərdən, yəni ki, günlük dəftəri. Kiminsə haqqında qoy danışsın, hə? Nazlı'nın hakkında da. O mənim haqqında Nazlı'nın uydurmaz. Ama neyse. Mən Başqa nə almaq planlaşdırırsan? gedirəm ablağa hər an fikirləşəcəm. Şöyle piçili. O Nazlıya uşaqlar nə almışdı Nazlıya? Sen ne Zeynep? Bir de Yusuf'la Uşaqlar, o Nazlı'nın ad günündə stilli lampa almışdı. Lampa gəlirəm var. O görə mən də ona şey aldım. Nazlı maymun oldu, balan yer. Aklıma bir fikir daha geldi ki, her balan yiyen maymundur. Hər gün mən maymunam. Meymunam çünki atam mən hər gün meymundur. Bir mənə çanta almışdı. Ama ki onu Nazlı seçmişti Rumeli. Yani beğendim mi? Biraz. Yani Çirkli olsun da. çirkli olsun da ha. Evin sütünü de bir bakalım şöyle. Bak seçirsen. Hı hı. Köşeyde Pamuklu. Bence gel istikamlara baxaq. Ana, bir tane burada qəşəng istikam var. Ki bundan indi əlimə götürə bilmərəm canım. Qrup eləyərəm. Buna bax. Çok köşeyde isteyeceğim seç. Sen de. Ne götür? Heç bəyənmədim. Ha. Onların öz zevqidir də. Ay da, bu çox gözəldir. Bir də çubuq. Buna bayıldım. Kafe. Bayağı bir şeyler var uşaqlar burada. Baxın. Hayaller Paris, İstanbul, Somali. Senin adını koydum. Ah, tung tung sahur. Tuk tuk sonra. De. Bakın şöyle. Doklaylar falan var. Uç var ama uç alabilirim bir tane. Şöyle nazlı bir şey daha tapdı diyesen kararından geçecek o. Bayağı almış diye. Bakın burada maraqlı oyunlar var. Ve belə pozanlar var. Pozan daha yok bu
Bekləydim. Bu mənim ən sevdiyim şeylərdən biri qələmlərə baxır. O dekor zəbəsi. Anişko. Bunu biliyoruz. Gətir. Hər şeyi yüklədilər mənə. Maraqlı qələmləri var. Çal kafa. O tərəfdəki ruçka. Nazlı ruçka seti. Bu ayrı bir. Ondan al birini koyarsan ona kalan biz olur. Belə bir şey. İçində balaca şarlar var. Bunu ilə yazdım. Eləmə də aynı azı. Onun orada şey var da. Çalar yazdım. Eləmə nə edirsən? İçində falqa var. Falqa Yazdım. Görsən mi? Hə? Dizi var, belə dizi var, hətta göz dizi var. Hara yazsın sən onu? Bu ehtiyac yoxdur, o belə dekor yığarlar. Da elə də. Bir də belə dekorlar var. Bu belə içində 10 dənə. Hara yazmışdı? Görsən dostum, indi kameradan görsənməyəm belə. Sol, krome. Bu şey. Bax. Nazlı pas geç oraları. Ama stadı bakmak istəyirdi görməz axı. Hə, pas geç onu, pas geç. 50 qəpiyə nə? Onu oradan götürmüşdün, onu orada götürmüşdün. Yoxsa buradan götür. Bu belə buradaydı. Burada belə bantiklər falan vardı. Biraz belə seçəcəm ki, tam görəsiniz. Çünki artıq sıxılmısınız siz mənim çəkməyim. Əminəm. Bəlkə də kremli. Kitablarımdan bu kitablara baxacağım. Sevdiyimi alacağım, oxumayacağım. Oy da çox qalın diye. Nə? Bizim enfesin sırrı yazılır. Belə qoyur məsələn. Maskalara bax. Şu an maskaları mən bunlara birini götürməliyəm mütləq. Şöyle bir şey tapdıq. Ne kadar? Pomponla ilgilirsən. Çok güzeldi. Labubu. Novruz bayramı labubu. Her türlü labubu. Uşaqlarına bakın. Uşaqlarına bakın. Bunda olmur. Yok, bunda olmur. Böyle olmur. Bunları topa. Onların kitabı varsa bir kitabı. Bunun sesini beğenirsin. Benim anamı hiç beğenmiyor bunun sesini. Hamısının fərqli səsi var. Səfərləmirəmsə. Almıram çünki anamın baş şişəcək sərdən tutmaq üçün. Işıq da yanır, çox bir şeydir. Nazır fikrini dəyişdirdi. Boyçusunu aldı. O çox bir şey yaraşacaq. Şöyle çok güzeldi. Bunlar ne görmemişim. Bunlar da. Ay Allah. Davulcum. Məktəbim də vaxtına artıq az qalıb. Özü çox az. Bunun üstüne var ki bilmiyorum. Yok. Kankam yok. Bu boyadım. Burada toplar var. Dokunalım. Ağzım var üstüne. Bakın şu. Bunlar ne seti böyle? Naxam. 60 Her şey güzel burada. Bura mənim devamlı yerimdir. Çıxdıq, hər şey bir-birindən gözəl idi. Ona görə devamlı bir şəkildə hər şeyi dəyişdirirdik. Amma qərarımızı artıq sonladıq. Və təkcə sizə axırıncı göstərdiklərimi aldıq. Uşaqlar, biz evdəyik və evdən çölə çıxa bilmirik qəti sürətdə. Çünki niyə? Mən çıxa bilirəm. Biraz yağış yağdı, gözü yıxılarsan. Bir gecə yağış yağdı. Normalde 3-4 gecə də belə olurdu. Bir gecə yağış yağdı, hər yer doldu, daşdı suyla, kanalizasiya suyla. Hələ lap çox bax, aynı təkil. Bura qədər falan dolmuşdu. Şimdi gedibdi. Qapıdan da gördüğünüz qapını yaxşı gedib qapını aç. Qapını gedib aç. Çox pis haldadır. Buna baxın ora. Yəni ki biz də sapokları paylamışıq qonşuya falan. Yəni çıxa bilmirik evdən. İşıqlar nə idi?
internet də gedib. İnternet olsa nə olardı? Hamı girərdi telefona, amma Başı qatışdırardı. hə, İnşallah. Keçirdi. Hə, burada çıxmışdı. buraya çıxmışdı, buraya düşüb. Sizinki də dolu. Nazi, eski halimden eser yok. Şimdi daha güzelim ha. Ol ne tadı? Beyazdan yıkayıp düşediydim. Vay baba. Ben şey papağan. Səhərdən də özünü öldürür ki, mən də o suda gəzim, mən də o suda gəzim. Mən gəzir, mənim elə ağ corablarıma yaraşır. Şöyle bakmak istiyorum ona göre. Çaya baxıb gələcəksən yəni. Yok. Daha canlı göstərə bilərdim sizə oradan. Maki sapok nazlıdır da neyini. Uşaqlar hop bir dənə sapok geydirib gəldim. Hə, hələ ayaq yolunu gözənlər də var ya. Vay. Mecbur olub ayaqlarım gelir. Hə. O tarafta biraz koy. Hələ uşaqlar dünənlər lap çox idi, sapokların içinə girirdi. Yəni bir gecədən ötürü bütün hamı pis gününə qaldı da. Yəni sapokların falan içinə girirdi hamısı. Su. Hələ bizim tərəflər yenə biraz yuxarıdır, yoxsa lap pis gündəydi dünən. İnşallah bu gözəlliyi sizə göstərmək istəyirəm. Şöyle uşaqlar. Yadınızdaysa keçən səhifədə biz sizə göstərmişdik. Onda hə. Ondan sonra getdik biz birlikdə. Orada yenə olan oldu. Neçə ayda evdən çıxmaq məcburiyyətində var inşallah. Yəni biz bu gündəyik həqiqətən də. Hamını apardılar. Hər bir neçə qonşumuzun evlərinə də girib su. Ha? Şöyle orası. İşte izleriz. O tarafa attılar. Venesiyada yaşayırıq. Ben o tarafta şey yaptım. Gəlib bulukların ağzında açan yoxdur ki, biraz su getsin. O tərəfləri açılır, elə bir ki, tək oradan ibarətdir məhəllə. Buranın açan yoxdur, elə burada da gölməçə. Başqa heç yerə, orada zat quruyub. Bura baxın, burada su gedib. Kafel artıq görsənir. Geçseydi fakir yağdı. Hə. Uşaqlar, əgər bura geçsəydi, xlor, nə bilim, sabun falan, hamısını bir-birinə qatıb şötka ilə təmizləyərdik. İndi sapokları gətir verdi mənə. Özüm bil. Hər yer uşaqlar sudur. Yəni, bu qədər eğləncəyi sizə göstərməyə istəməzlər əslində. Yadınıza gəlirsə, keçən səfər də shorts videoda atmışdıq. Biz yatmışdıq, anam çəkmişdi. Saat 8 idi, 7 idi, necə etsəm. Çox pis haldayız. Biz o həmin durduq, anama kömək eləyib bu xalçanın falan hamısını elədik. Bir qarışdan çox az qalmışdı. Artıq bizim evimizə girəcəkdi. Allah İnşallah. köməkliyi ilə. Şey ona çatmış diye. Allah arzumuzu yerinə keçirdi. Biz getdik düz 5 gün bibimgildə qaldıq. 5 gündə su qalmışdı burada. İndi görək. Uşaqlar, bu gün mənim voleybolum var. İnşallah yenə kəsilər su. İnşallah kəsilmez. Ya her yapıyorum inşallah. Derslerimi yazmamışım. Dersi de bütün gün ben görüyorum. Çox pis qısa. İzletiyoruz mu? Nasıl yapıyorlar? Uşaqlar, biz normalda da həyəti falan yuyanda bura lap çox su yığılır. Heç şey elə bilmirik. Onları çəkə bilmirik. Ona görə bura gedib bura lap çox. Bizim hamamımızın içinə, ayaq yolumuzun içinə falan hamısının içinə girmişdi. O petrol bir tatmış. İkinci pleşanı tatmışdı. Üçüncü petrol atmış. Neyse. Neyse. Hə dostlar, o qapı var ha, o qapının düz burasından idi su. Yaxşı diye, hemen uşağa yaxşı diye buradan da bildim. Cad idi hə.